Kimlərin saçı tökülür, kimlər dazikdir, kimlərin başı keçəlikdir. Bugün sizlər üçün super bir skrab paylaşıram əzizlərim. Həm saç tökülmənin qabağını alır, həm də qəşəng kəpəkdən sizi azad eləyir. Maska skrabı nəmli, kirli saça tətbiq edirsiniz. Saçlarınızı qəşəng nəm eləyirsiniz. Sonra maskanı saçın dibinə masaj hərəkətləri ilə 10 dəqiqə tətbiq edirsiniz və 7-10 dəqiqə arası bu maska skrab sizin saçınızda qalır. 6 ay siz bunu tətbiq edirsiniz mənim əzizlərim. 6 aydan sonra ara verirsiniz. Deməli, ən ucuz aspirin. Aspirin, əgər saçlarınız qısadırsa 2 tane əzirsiniz, saçınız qalındırsa, uzundursa 4 tane. Biraz nежно eləyin ki, qab qırılmasın. 4 tane aspirin əzəndən sonra bir yemək dolu qaşığı duz. Evdə hansı duz varsa problem yoxdur. Lüboy duz əlavə eləyə bilərsiniz. Və uşaq şampunu. Yəni bu maska bir dəfə içindir. Bunu həftədə ən çox 2 dəfə istifadə edirsiniz. Yarım il istifadə edirsiniz. Sonra ara verə bilərsiniz. Baxın belə. Onun üçün bir dəfəyə mənə bu qədər bəsdir. Bunu qəşəng qarışdırırıq. Və bizim masçkamız qəşəng hazır.